Həmçinin bugün çoxlu dua eləyək şəhidlərimizə. Şəhidlərimizin bizim üzərimizdə haqqı çoxdur. O igid evladlarımız, qardaşlarımız, oğullarımız, canlarımız. Çünki onlar bu gözəl vətənimizin əminamanlığı üçün, torpaqlarımızın işğaldan azadı üçün öz canlarını fəda elədilər. Biz bu günləri təhlükəsiz yaşayırıqsa, orada şəhidlərimizin böyük rolu var. Həmçinin əskərlərimizə dua eləyək. Allah əskərlərimizi qorusun. Biz əmlamda yatırıq, amma onlar ölkəmizi qoruyurlar, sərhədlərimizi qoruyurlar. Həmçinin dua eləyək ki, üç rəngli bayrağımız daim yüksəklərə dalğalansın. Bu gözəl vətənimiz üçün. Çünki bu gözəl vətənimizdə, baxın necə rahat, hamımız bir yerdə dua edirik, can deyirik, can eşidirik. Əminamanlıq olmasaydı biz bunu edə bilərdik. Əminamanlıq olmasa insan nəyi ki bir hədis ayı öyrənmək? Heç yeməyi belə düşünmür, rahatlığı belə düşünmür. Düşünür ki əminamanlıqda olun, yetər mənə. Amma sən əminamanlıqdasan, həmd olsun Rəbbimizə. O orucu tutursan, ibadət edirsən, küçəyə çıxıb gecə saat neçədə istəyən gəzirsən, rahatlığa bax, əminamanlığa bax. Bu böyük bir neymətdir.